Salam dostlar, mən bir gün sizə Windows'da, yəni Windows'da dil panelidir, yəni burada, yəni baxın, burada aşağıda bu itir, yəni çoxlarında dil panel itir, onu geri gətirməyi öyrədəcəm. Biz ilk öncə Windows'da kompüterdə Windows knopkasını basıb R hərfi ilə Windows knopkasını basırıq və belə bir rum paneli açılır. Burada bunun içində, yəni bunun içində ctfmon yazırıq və oku basırıq və oku bastıq. Mən gətirmişdim, yəni ctfmon basmışdım, yəni burada idi. Sizə də məsələn dil paneli yerində olmasa, o ctfmon yığsaz və yəni oku bassaz, enter ya da ok fərq eləməz. Birini bassaz dil paneli, yəni buradakı olan dil paneli yerinə gələcəkdir. Sağ olun dostlar, bu qədər. Mən bir gün sizə dil panelini geri gətirməyi öyrətdim. Sağ olun dostlar. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun.